Bugün sizinle çoxunuzun eşitdiyi Mavi Balina oyunu hakkında danışacağım. Mavi Balina oyunu hakkında çox adam danışır. Amma çox az adam bunun əslində nə olduğunu bilir. 2025-ci il dekabrın əvvəlində də Kəmalənin öz canına qəsd etməsi məni bu mövzu haqqında araşdırma aparmağa vadar etdi. Sizə onu da bildirim ki, Kəmalənin bizə uzaqdan qohumluğu çatır. Məhz bu səbəbdən də bu mövzunu daha dərindən bacardığım qədər araşdırdım və indi istəyirəm ki, əldə etdiyim məlumatları sizinlə paylaşım. Mavi Balina oyununun hansı mərhələlərinə toxunacağım haqqında qısa olaraq demək istərdim. Bunlar hansılardır? Mavi Balina oyunu haqqında bilinən yanlışlar, bu sistem necə işləyir, uşaqlarla hansı yolla əlaqə qururlar, niyə bu gizlilikdən bizim vaxtında xəbərimiz olmur, Mavi Balina ilə uşağın dostluğu, uşaqdan məlumatların toplanılması, ailəyə nifrətin yaradılması, yuxusuzluq və qorxu vasitəsilə uşaqda psixoloji zəiflətmə, riskli davranışların tam normal göstərilməsi, Mavi Balinanın tam nəzarəti, ailə ilə uşağı hədələmə, hər uşağa özünə uyğun sonun seçilməsi və valideynlər üçün uşaqlarını qoruya biləcək xəbərdar edici əlamətlər. Əvvəlcə bir şeyi açıq və qəti şəkildə deyim. Mavi Balina oyun deyil, telefona yüklənən proqram deyil, linklə girilən bir sistem deyil. Mavi Balina adı altında yayılmış bu oyun əslində uşaqlara qarşı qurulmuş təhlükəli psixoloji manipulyasiya hiləsidir. İllərdir insanlar düşünür ki, bu Mavi Balina oyunu hardansa yüklənir. Düzün desəm, mənim də araşdırmalarımdan bir neçə nəfər qarşıma çıxdı ki, onlarla söhbətdə mənə dedilər ki, bəli, biz bu oyunu oyun kimi yükləmişik. Amma mən sual verəndə ki, hansı platformadan yükləmisiniz, onlar unutduqlarını və xatırlaya bilmədiklərini mənə qeyd etdilər. Bu səbəbdən mövzunun bu hissəsini qoyuram bir kənara. Mənim əldə etdiyim uzun araşdırmalardan belə bir nəticəyə gəldim ki, Mavi Balina oyunu Google Play-də, App Store-da və digər oyun platformalarında mövcud olmayıb. Çünki ortada texniki oyun sistemi yoxdur. Nə qeydiyyat səhifəsi var, nə rəsmi link, nə də ki, oyuna başla düyməsi. Bəs bu oyuna uşaqlar hansı yolla qoşulur? İlk öncə onu nəzərinizə çatdırım ki, bu proqram yox, insan vasitəsilə idarə olunan bir sxemdir. Ən vacib məqam isə budur ki, uşaq gedib Mavi Balina oyununu axtarmır. Əksinə, kimsə özü uşağa yaxınlaşır. Bəs onlar uşaqlarla necə əlaqə saxlayır? Sosial şəbəkədə şəxsi mesajlaşma ilə, onlayn oyunların chat hissəsində, bəzən də oyundan kənar təkbətək yazışma ilə başlayır. Daha sadə dildə desək, uşaqlar təhlükəsiz bildikləri oyunları oynadıqda həmin oyunların chat bölümündə kimlərlənsə danışırlar, yəni oyun əsnasında danışırlar və bundan sonra onların söhbətləşməsi gizli şəkildə WhatsApp-a, Telegram-a, Instagram sosial platformalarında davam edə bilir. Və ilk mərhələdə uşaqlar heç bir təhlükə hiss etmir. Burada bir nüansı diqqətinizə çatdırmaq istəyirəm. Problem sosial şəbəkələr və yaxud da onlayn oyunlar deyil. Problem oyun içində qurulan nəzarətsiz ünsiyyətdir. Bəzən uşaq oyunda biri ilə tanış olur. Birlikdə oynayırlar, danışırlar. Sonra qarşı tərəf belə bir təklif edir. Gəl oyundan kənarda danışaq. Risk də məsələ bu nöqtədə başlayır. Bəs niyə bu ünsiyyət gizlidir? Çünki bu sistem açıq mühitdə işləyə bilməz. Gizlilik qəsdən yaradılır. Qarşı tərəf uşağa bunu başqaları anlamaz, bu aramızda qalsın, sən fərqlisən kimi ifadələr işlədərək gizliliyi normallaşdırır. Bu isə artıq texniki yox, psixoloji gizlilikdir. Bir nüans isə çox vacibdir. Uşaq çox vaxt bunu oyun oynayıram kimi yox, kimsə məni anlayır kimi düşünür. Yəni bu sistem oyuna oxşamır, münasibət kimi hiss olunur və bu da bu məsələni daha da təhlükəli edir. İndi isə mən sizə bu oyunun ən təhlükəli hissəsini izah edəcəyəm. Yəni uşağa verilən tapşırıqların əslində nə olduğunu. Əvvəlcə onu deyim ki, bu tapşırıqlar oyun kimi görünmür. Bu addım-addım qurulan psixoloji istismar mexanizmidir.
Bu tapşırıqlar uşaqların sərhədlərini pozmaq, onu ailədən ayırmaq, qorxu və itaət yaratmaq üçün addım-addım qurulmuş bir mexanizmdir. Tapşırıqların birinci mərhələsi dostluq adı altında məlumat toplamaqdır. Bu sistem heç vaxt birdən-birə təhlükəli tapşırıqlarla başlamır. Əksinə ilk mərhələ çox sakit və zərərsiz görünür. Burada məqsəd uşağı qorxutmaq yox, ona itaət etməyi öyrətməkdir. Bu mərhələdə əlaqə quran şəxs dost kimi davranır, söhbət eləyir, dinləyir, anlayış göstərir. Eyni zamanda da tədricən suallara başlayır. Adın nədir? Ailədə neçə nəfərsiz? Ailə üzvlərinin adını öyrənir, kim harda oxuyur, kim harda işləyir, dostlarına qədər bütün məlumatları öyrənir. Bunlar sadə maraq deyil. Bu, uşağın şəxsi xəritəsini çıxarmaqdır və beləliklə uşaq üzərində əvvəl etibar qurulur, sonra itaət normallaşdırılır, daha sonra isə risk hissi zəiflədilir. Bir müddət sonra isə bu verilən suallar artıq tapşırıq formasını alır. Amma uşaq bunu tapşırıq kimi yox, xahiş kimi qəbul edir. Məsələn, ailəndən birinin şəklini çək göndər, indi harda olduğunu çək və yaxud da evdə nə işlə məşğulsan indi onu çək mənə göndər. Sonra bu xahişlər dəyişir. Bu şəkil yaxşı deyil, daha təbiisini çək, yatarkən çək, yorğun olanda çək. Burada məqsəd şəkil deyil, məqsəd uşağın sərhədlərini yavaş-yavaş pozmaqdır. Həmçinin də oyunçu belə dəyişik tələblərlə uşağın düzgün informasiya ötürmədiyinə əmin olur. Növbəti mərhələ isə ailə ilə emosional bağın pozulmasıdır. Burada uşaq yavaş-yavaş danışmağa başlayır, dərslərindən şikayət edir, yorğunluğun çox olmasından danışır, ailədə başa düşülmədiyini deyir və qarşı tərəf burada çox təhlükəli rol oynayır. Burada oyunçu uşağa səni anlamırlar, sənə düzgün yanaşmırlar, biz sənin yanındayıq, biz səni başa düşürük kimi fikirləri uşağa aşılamaqla uşağı bir neçə addım daha öz tərəflərinə çəkirlər. Bu nöqtədə də uşaq artıq ailəsi ilə yox, qarşı tərəflə emosional bağ qurur. Növbəti mərhələdə isə oyunçu öz diqqətini yuxu, qorxu və psixoloji zəiflətmə məsələlərinə yönəldir. Burada tapşırıqlar birbaşa uşağın psixoloji durumuna təsir edir. Məsələn, gecə aktiv qalmaq, qəribə saatlarda oyanmaq, mütəmadi olaraq qorxulu məzmunlu filmlər izləmək, qorxulu şəkillər çəkmək. Burada məqsəd uşağı qorxutmaq yox, uşaqda yorğunluq yaradıb, onu zehni olaraq zəiflətməkdir. Çünki yuxusuz, qorxmuş və yorğun uşaq təsir altına daha tez düşür. Növbəti mərhələ riskli davranışların uşağa normal göstərilməsidir. Burada verilən tapşırıqlar riskli vəziyyətlərə doğru yönəlir, amma çox diqqətli bir dillə. Uşağa yüksək yerdə durmaq, təhlükəli mövqelərə getmək kimi tapşırıqlar verilir. Ən sadə halda oyunu aparan deyir. Balkona çıx, şəklini çək göndər. Amma ehtiyatlı ol, biz səni itirmək istəmirik. Bu cümlə isə çox təhlükəlidir. Çünki eyni anda həm risk yaradır, həm də sən bizim üçün dəyərlisən mesajını verir. Növbəti riskli tapşırıqlar bədənin hər hansısa bir nahiyəsini, məsəl üçün ya dodağını, ya barmağını kəsib öz qanı ilə güzgüdə şəkil çəkməsini tələb etməkdir. Və bunu sübut kimi şəklini çəkib onlara göndərilməsində istəyirlər. Bu mərhələdə məqsəd ağrıya və riskə qarşı hissizləşdirmə, öz bədəninə qarşı hörmətsizlik düşüncəsinin aşılanması, bunu hamı edir kimi yalan normalizasiyaların uşağın beyninə yeridilməsidir. Bu da klassik manipulyasiyadır. Bu etapda uşağa verilən zərərli tapşırıqlar əslində uşağa cəsarət, sınaq və sədaqət testi kimi təqdim olunur. Bu artıq oyun deyil, açıq-aşkar istismardır. Sonra isə tam nəzarət mərhələsinə keçid edilir. Bu mərhələdə uşaq əgər artıq qorxubsa və yaxud da oyundan imtina etmək istəyirsə, qarşı tərəf təzyiq göstərir, qorxudur,
psixoloji şiddəti artırır və uşaq üzərində nəzarəti gücləndirir. Uşaq isə qorxur, utanc hiss edir, susur və başqa bir çıxış yolu görmür. Bu mərhələdə artıq bu oyun deyil, tam psixoloji nəzarətdir. Bu sistemin ən qaranlıq və ən təhlükəli mərhələsi isə ailə ilə hədələmədir. Bu mərhələdə qarşı tərəf artıq dost kimi danışmır. Artıq açıq-aşkar hədələməyə başlayırlar. Hədələmə də nələrdən ibarət olur? Onların əldə etdiyi məlumatları sənin ailə üzvlərinə çatdıracaqlarını və ailə üzvlərinin də səni sərt cəzalandıracağını bildirirlər. Və yaxud da uşağa belə bir mesaj verilir. İndi özünü onların seçdiyi yolla öldürməsən, onlar sənə bildirirlər ki, biz sənin ailənin harda olduğunu bilirik, bizim dəstəmiz sənin ailə üzvlərini hal-hazırda izləyir və sən intihar etməsən, biz sənin ailə üzvlərini öldürəcəyik. Bu isə çox vaxt real məlumat yox, qorxu yaratmaq üçün uşağa qurulan psixoloji hiylədir. Amma uşaq üçün bu tam real görünür və bununla da uşağa sən etməsən biz edərik təzyiqi başlayır. Bu nöqtədə uşağa çox ağır bir seçim hissi yaşadılır. Qarşı tərəf məsuliyyəti tam olaraq uşağın üzərinə yükləyir. Uşaq artıq ailəni təhlükədə görür, qorxur, günahkarlıq hiss edir, özünü məsul hesab edir və artıq çıxış yolu görmür. Bu isə oyunçu tərəfindən uşağı psixoloji olaraq sıxışdırıb məcbur etməkdir. Son mərhələdə isə bu sistemi idarə edənlər hər bir uşağa eyni şeyi tətbiq etmir. Yəni hər uşağa eyni son düşünülmür. Burada əvvəlcədən öyrənilmiş uşağın yaşadığı mühit, ev şəraiti, ailə vəziyyəti kimi məsələlər mühüm rol oynayır. Sonra isə özünə qəsd növünü uşağın real şəraitinə uyğun qururlar. Yəni burada təsadüf yoxdur. Hər şey əvvəlcədən toplanmış məlumatlara əsaslanır. Beləliklə, uzun müddət yuxusuz qalmış uşaq, eyni zamanda psixologiyası get-gedə zəiflədilmiş uşaq artıq heç bir sağlam düşüncədə ola bilmir və son çarə olaraq özünə qəsd yolunu seçir. Bu da ailə üçün acınacaqlı sonla bitir. Uşaqlarda görülən xəbərdar edici əlamətlər hansılardır? Valideynlər üçün bu əlamətləri bilmək, tapşırıqları bilməkdən daha önəmlidir. Əgər övladınız gecə gizlin telefon istifadə edirsə, özünə qapanırsa, əsəbilik və ani ruh dəyişikliklərini uşağınızda sezirsinizsə, övladınızda qorxu, panika və səbəbsiz ağlamalar varsa, mən dəyərsizəm tipli cümlələr istifadə edirsə, bədənini gizlətməyə çalışırsa, artıq həyəcan təbili çalmağın vaxtıdır. Bəs valideynlər bu mövzuda uşaqla hansı formada danışmalıdır? Bu hissə çox önəmlidir. Çünki valideynin övladı ilə səhv ünsiyyəti övladın bu məsələni gizlətməsinə səbəb ola bilər. Övladınızın sizə danışdıqlarına belə reaksiya verməyin. Bu boş şeydir. Bunu sənə kim deyib axı? Bir də belə şeylərə baxsan, telefonunu alaram. Ağlın yoxdur, dəli olmusan, atana deyəcəyəm. Bir də bu haqda səndən nəsə eşitsə, cəzalanacaqsan. Bu cür ünsiyyət formaları isə uşağı susmağa məcbur edir. Bunun əvəzinə isə övladınızla daha sakit, mühakiməsiz, maraq göstərərək və sevgi ilə danışmaq daha məsləhətlidir. Məsələn, övladınıza belə deyə bilərsiniz. Son vaxtlar internetdə təhlükəli oyunlar çox məşhurlaşıb. Sən buna oxşar nəsə görmüsən? Balam, eşitmişəm ki, uşaqlara qorxuducu mesajlar yazırlar. Əgər belə bir şey olursa, mənə deməyini istərdim. Çünki bu cür hallarda uşağın heç bir günahı olmur. Bu formada danışmağın məqsədi uşağı dindirmək və təhlükələri birlikdə həll etməkdir. İstərdim ki, uşağa öyrədilməli 3 əsas cümləni bütün uşaqlarımız əzbərə bilsin. Bunlar hansılardır? Birincisi, məndən sir istənilirsə, bu təhlükəlidir. Məni qorxudurlarsa, susmamalıyam. Böyüklərə demək xəyanət deyil, qorunmaqdır. Bu nüansı da uşaqlara öyrətməmiz vacibdir. Əgər uşaqlar naməlum bir şəxsdən qorxuducu mesajlar alırsa, birinci addım dərhal oyunu dayandırmalı, cavab yazmamalı, panikaya düşməməli və tapşırığı yerinə yetirməməlidirlər. İkinci addım isə hesabı bloklamalı
və lazımi orqanlara şikayət etməlidirlər. Unutmayaq ki, bu cür hallarda susmaq təhlükəni artırır. Bununla yanaşı, sübutları saxlamaq, mesajların ekran görüntüsünü almaq da çox önəmlidir. Uşaqlarımıza sevgi dolu yanaşaq, onları sevdiyimizi hər gün deyək və onlara hiss etdirək ki, onların bizdən gizlin heç nələri olmasın. Hər birimizin sağlam, təhlükəsiz, xoşbəxt ömür sürməyi diləyi ilə. Hələlik.